Herkese selamlar dostlar. Necəsiz? Yəqin yaşalar. Bugün sizlərlə birlikdə yeni bir Car Simulator videosuna başlayırıq da. Mən niyə həmişə belə başlayıram videolara? Hər kəsə selamlar dostlar. Necəsiz? Yəqin yaşalar. İnşallah yaxşı olarsa olmana. Amma yəni niyə mən belə başlayıram da? Mənim düzdür, uşaqlıq arzum olubdu ki, Enes Batur kimi videoya kafa ataraq başlayayım. Amma indi şərait əl vermir də, mənim yəni kameram yox, bir şeyim yox. Yenə də mən özümə yəni ki, ekrana kafa atıram. Hər kəsə salamlar dostlar. Bugün də sizinlə birlikdə Car Simulator-dayıq. Car Simulator-da başdan gördüyünüz kimi yeni bir maşın almaq istəyirdim. Amma və lakin mən o pulu yığacam və bahalı bir milyon yarımlıq bir maşın almağı planlayıram. İnşallah mənim də bir kameram falan var. Mən də o kameraya kafa ataraq başlayaram. Bugün inşallah məndə olan Olzas Game'in detaylı maşınlarına baxacağıq. Məndə 29 dənə maşın var. Bugün maşın almayacağıq. Əslində almaq istəyirəm. Sonra dedim ki, mən niyə bunu çoxdan eləmirəm? Yəni biz Olzas Game bu oyunu oynayırıq da, düzdür. Amma yəni oyunun necə qrafikinin olduğunu biz hələ də yəni nəzərə yetirməmişik. Düzdür, mən maşınlara alanda baxıram orasına, amma detaylı deyil. Bugün bütün 29 maşının da hamısına yoxlayacağıq. Onda çox uzatmadan başlayaq maşınlarımızı yoxlamağa. Görək necə, yəni detaylı falan, detayları necədir? Məsələn, elə car parkingdəki mən detayları bəyənmirəm. Yəni vuranda falan yaxşıdır. Car parking 2-dən danışmıram. 1-dən danışıram. Yəni maşının elə bir ki malyar pis işləyib. Bilmirəm maşından real həyatda maşından başı çıxır-çıxmır. Malyar əgər maşını pis işləsə, yandan belə maşına baxanda çox qırış-qırış görünür. Carparing desə bu çox bərbad gündədir də. Bu gün də həmin onlara baxacağıq. Yəni detayların hamısına bir-bir fikir verəcəyik. Onda başlayırıq Opel Astra'mızdan. Baxın, buradan baxırıq. Rəngini özüm belə seçmişəm. Yəni bunlar çox çətin şeylər, düzdür. Mən indi belə danışıram, amma yəni əgər normal bir oyun düzəltmək istəyirsə, bunların hamısına fikir vermək lazımdır. Və buradan baxıram, məsələn, bu normaldır da. Mən birazdan indi çıxacağam Carparingdə onu sizə göstərəcəm mən nə deyirəm. Ya da elə indi göstərəm, bir daha bunun baxımlı hamısını qutarım, deyəcəm. Yəni onu çıxıb göstərəcəm. Baxın, məsələn, yandan maşının duruşu yaxşıdır. Baxın, qapı qolları. Biraz detaylı olsaydı qapı qolları olardı. Məsələn, buradan belə görünür, amma yana gələndə məsələn görünmür. Buradan 1 puan qırıram. Belə baxın, effektləri, şüşələrin effektləri real maşına oxşuyur. Yəni mən burada reallıq axtarmıram, düzdür. Bu oyunu pullu falan deyil ki, reallıq olsun, amma yenə də əgər bu oyun adla tanınan oyundursa, bunları eləmək şərt düşərlər. Yəni eləməlidirlər. Məsələn, buralarına baxanda, buralar çox həqiqi yaxşı görünür. Bir dənə belə bir şeyə baxaq. Yəni işlənməsi yaxşıdır, işlənməsi əladır. Böyrdən valla car parkingdənsə yaxşıdır. Yəni car parkingin maşınların böyrlərindənsə yaxşıdır. İndi mən kapotu falan da açacağam indi. Bir daha maşından düşək. Baxın, maşının içinə, çölünə, qapılarına, hər şeyinə baxacağıq buradan. Bax, buralar falan yaxşıdır. Yəni işlənməsi yaxşı düzəldiblər. Maşın təzə gəlibdi. Ümid edirəm ki, motoru yerində. Bax görürsüz. Məsələn, buralarda şəkil kimi qoyublar. Bir dənə baxın bu nə yazılıb? GG OG performans yazılıbdı. Bir dənə bunu elə bir real ediblər, amma kənarları şəkildir. Bax, buradan da 1 puan qırıram. Ondan 8 verəm hələ ki maşın. Yəni içinə falan baxacağıq. Məsələn, bu stenarda falan oturmaqdır, falan yaxşıdır. Hə bax buralarına, bax bu hissələrinə biraz da detay versəydilər əla olardı. Məsələn, qapıların üzləri normaldır. Belə yəni normaldır olmağına. Yaxşıdır. Maşına 10 üzərindən 8 verim. Yəni düzəldilməsi yaxşıdır. İndi o birisi maşınları keçmədən mən sizə bir dənə Carparingdə dediyim şey göstərəcəm. Yəni nə deyirəm? Məsələn, bu şəkillərdəki kimi normaldır. Gördünüz orada mil idi, düppələndüz idi maşının şeyi. Bax, bax görürsüz körlüyüblər ki. Priorada onu eləyə bilməyiblər. Onu göstərim, səbirli olun. Dəqiqə zat gözləyirsiniz. Deyirəm səbirli olun, 5 dəqiqə gözləyin. Videonu bağlayırsan, o zaman nəyə səbirli olsun axı bu cəmaət? Birinci oyunun ilk maşınlarından başlayacağım. Məsələn, elə ilk gələn mən bir dənə stok maşın lazımdır ki, mən orada tam baxın məndəkilərin hamısı çox çizimlidir. Sonralardan təzə gələn maşınlardakı detaylara baxacağam. Carparingdə düzdür, mövzumuz bu deyil. Amma mən sizə onu göstərməliyəm. Çünki mövzumuz baxımından o sizə lazımdır. Yəni göstərməyim. Bax, elə bu maşın olsun. Bir dəqiqə. Mən başqa bir maşın göstərəcəm sizə.
Yəni deta bax məs bu idi deyəsən hə. Yox, bunda düzəmər. Hə, bildim. Elə təzə gələn maşının özü. Bir də inşallah Mercedes. Mercedesin böyrü çox pis gündədir. Yəni hətta mən onu qara eləsəm, mənim dediyim başa düşəsiniz. Bir dəqiqə göstərim, səbirli olun. Yox, indi səbirli olmağa ehtiyac var. Oyun açılsın, bağlamayacağım videonu. Oyun açılsın. Yəni o Car Simulator'da da elədirsə əgər, yəni oyunları oradan bilinir də. Oyunun sənə verdiyi reallıq baxımından, sənə verdiyi kalite baxımından onlar yəni bilinir. Allah qoysa açılacaq. Mən yəni onlaynda da girmirəm. Təkli oyuna girirəm. Baxın. O bunu deyirəm. Bir də buna baxın. Böyrün bir dənə qırışına baxın bunun. Maliyar elə bir ki işləyənə pis işləyirdi. Bir dənə bu böyrün qırışına baxın. Gör necə pis görünür buradan. Baba bir dəqiqə baba buraların böyünə elə bir ki yəni baba buradan çox qəşəng göründü. Buranın bir dənə qırışlarına baxın uşaqlar. Bax indi tam başa düşəsiniz mənim üçün. Oyda bilindi ki. Lan buraların bir dənə qırışlarına falan baxın. Yəni bu Car Simulator'da olmasını istəmirəm də. Carpanning də bunları çox pis eləyiblər. Elə bir ki oyunu mən düzəldilmə proqramına baxmışam. Yəni bir buranı qabağa eləmək olur, dala eləmək olur. Yəni buranı istəsələr belə bu tərəfə çıxarda bilərlər. Yəni buranı tam belə çıxarda bilərlər. Yəni oyuna da elə yüklənər də. Bunlar bura çox əmək verməyiblər də. Amma Car Simulator'da elə deyil. Baxın bir daha buraların qırışlarına baxın. Məsələn mən bunu nəzərdə tuturum da. Mən bunu deyirdim sizə. Bizim konumuz olan gəldik Car Simulator'a. Priora Priora neydi la? Priora Zibil Priora. Priora'ya da bir dənə baxaq. İstəmirəm əslində, yəni bunları eləyim istəyəsiz ki, yəni bunların nə məqsədi var? Sadəcə oyundur, biz bunu eləyirik. Amma uşaqlar, yəni bunu biraz böyüklər başa düşəcək. Yəni mənim nə demək istədiyim böyüklər anlayar. Oyunun kalitesini, yəni onlardan bilinir. Yəni oyunun necə bir şey olduğunu onlar baxın. Biz gələk indi bu şeyə də Priora'ya. Kənarlarına bir dənə baxın bunun. İndi rəngini mat eləmişəm, bəlkə də buradan bilinmir. Amma məsələn, bax bunda düz Carpaning'də kimi bir şey yoxdur. Bu Ferrari'dir. Bu Ferrari'nin məsələn, bax buranın iş tam yaxşı, hara getdim? Hə. Buraları məsələn tam yaxşı eləməyiblər. Məsələn, diskidir, diskinin ayrıntısına çox fikir verməyiblər. Bəlkə də rəngindən dolayıdır. Yəni o birisi biraz açıq idi deyə rəngi, onda tam da bilinmirdi bəlkə. Bir də bu oyunlarda mən daha çox fikir verirəm maşının içinə. Bunu görürsünüz? Yoxdur da elə bir ki, maşının içi yox vəziyyətindədir. Mən bir dənə arxalardan birini oturum. Bir dəqiqə. Bagajın açılmasına, bagajın içinə baxın. Görürsünüz, yəni burada başqa bir detay falan verə bilərdi. Bir dənə kölgə qoyublar. Yəni RAM çox işlənməsin deyə də. Bura baxın, bura şəkil qoyublar elə. Bunlar biraz da real eləyə bilərdilər. Şəkil kimi eləyiblər. Yəni çox işləməyiblər. İlk maşınlar deyə bunları çox da önəm verməyiblər. Məsələn, kapotu baxın, görürsünüz, burada şəkil kimidir. Bunlar əslində biraz da real eləyə bilərdilər. Yəni bu maşına da ondan 4 ya da 5 verə bilərdim də. Oyundakı adamın soyuqlaşdırırdı elə bir şey oyundan. Oyunun qrafiklərindən əlavə, yəni maşınlar nə qədər də yaxşı olsa, o qədər də daha da effektli olurdu oyunun özü. Gəldik 07-mizə. Mən 07-ni heç vaxt baxmamışam. Yəni bunun haqqında bir şey deyə bilmərəm. Mən bilirdim əvvəldən Priora pis gündədir, amma 07-ni həqiqətən sizlə birlikdə baxacağam. İnanmayanlar varsa bunları deyirsiniz ki, effektli falan da Car Parkingdə. Buranı demirəm, buradakılar ola bilər. Mən rənglərini falan pis eləyirəm deyə. Girə bilərsiniz, Car Parkingdə baxa bilərsiniz. Əgər o Mercedes falan varsa, başqa maşınlar da laf varsa. Amma Car Simulator'da bunlar düzəməllidir. Baxın, işlənməsini, yəni düzəməlli işləyiblər. Car Parkingdə kimi bir şeylər yoxdur. DS ayrı-ayrı oyunlardır, amma ikisi də yəni mobil oyunudur, həm də maşın oyunudur. Car Parkingdə hətta daha da çox tanınır. Bunların işlənməsi düzdür. Amma bax görürsünüz. Yəni kalite deyəndə bax burada biraz aralı qoyublar. Elə bir şey maşın giribdi. Harasa rəng seçimi, rəngini ağ eləmişəm, amma niyə burada belə kölgə falan düşür? O mənə biraz qaranlıq qaldı. Bunda 100% yəni oyuna yeni gələn maşınlardandır. Oyun başlayan ki bu maşınlar yəni yüklənib deyə. Bunlarda da o qədər detay olmayacaq. 100% əminəm. Bax bu xoşuma gəldi. Burada işıq falan yanır, amma yenə də bunlar da şəkildir. Bax görürsünüz, Scorsa baxın bir dənə. Scorsa məsələn düzəməli qoyuram, amma bunlar şəkildir. Yəni onları şəkil kimi eləyiblər. Qapıların üzlərinə bir dənə baxardıq biz. Bax bu yaxşıdır. Məsələn Priora'dan yaxşıdır bu. Bir də
Gəl. Yəni OBS güncəlləməyə gələndə zəhmət olmasa, bilmirəm, indi baxarsınız, baxım 100% baxmarsınız. Yəni mən o qədər də böyük bir kanal işlətmirəm, amma yəni Karsimetor oynayan böyük kanallar varsa, onları deyərəm. Lap əgər bu videonu görən kimlər varsa, bunları düzəldin. Vallah oyunun yəni kalitəsi çox artar da. Çox yaxşı olardı oyun. Burada da o qədər də effekt falan verməyiblər. Yəni o deyil. Diskləri falan. Biraz elə bir maşında da qırışıqlıq var, hə? Tam incələməmişəm heç bunların heç birini. İçərisini bir dənə buradan da baxa. Yo. Priorada gördünüz də bunlar şəkil kimi idi. Bunlar şəkil kimi vurmuş, amma burada biraz realdır. Bax, qırışdığını falan elə veriblər ki, yəni nolletlərdə belə bir şeylər var da. Bax, burasını düz əməlli eləyiblər. Buraları düz bir dənə saat şəkil kimi eləyiblər. Hə, belə. Qaranlıq yerdən də baxanda yox vallahi. Yəni Carparkingdəki bərbad gündə deyil. Bu maşın da yaxşıdır. Hələ ki 3 dənə maşını yoxlamışıq uşaqlar. 29 dənə maşın var. Əgər bu videoları yəni bəyənsəz, çəkdiyim bu əmək verdiyim videoları bəyənsəz, buradakıların hamısı vazı. Bu bölümə ancaq vazlar düşür. Bu bölümlük 5 dənə maşın göstərəcəm sizə. Yəni yəqin ki oynayanlarınız var, özünüz də baxa bilərsiniz. Sadəcə mən sizə daha da ayrıntılı, yəni bilirəm deyə daha da ayrıntılı göstərəcəm. Gələn bölümdə də yəni əgər istəsəz, yəni çox like istəmirəm. 20 like-dan sonra bunun davamını çəkə bilərəm. Yəni problem yoxdur. İlk öncə içinə birinci baxırıq. İçi baba bunu qəşəng eləyiblər. Həqiqi bax, bunu qəşəng eləyiblər. Nə arxaya oturmaq olsa çox qəşəng olardı da. Ya oturmaq olur. Bunu arxaya oturmağını bu təzə güncəlləmədə də gətiriblər. Yəni vaz maşınların hamısını ilk əvvəllərdən gətiriblər. Dediyimdə yəni oyun başlayan maşınlar yaranıbdı, olubdu. Baba burası var ya. Burası Real 07'lərdə də belədir. Yəni burada heç bir şey qoyulmur. Sadəcə bu formada pedalların falan olması, bunlar əladır. Sonra buranı biraz pis işləyiblər. Yo, amma normaldır yenə də. Rus adı, yo, detaylara fikir veriblər. Ayaqaltılar, ratlar, yo. İçi zordur. Bir dənə kapotdan olar, içəridə nəsə olsun da day. Ha bax, məsələn mən belə deyirəm. Yəni çıxıntılı falan da ayrıntılı, amma burada da o qədər yaxşı eləməyiblər. Məsələn bu çıxıntıları eləmisinizsə, buralara şəkil düz tərəfdarı deyirəm, amma yəni normal görməsi üçün şəkil kimi bir şey də qoya bilərdilər. Çünki real həyatda uşaqlar onlar şəkil deyil. Bilirsiniz əgər. Aha, bax burada da həmin o ayaqaltılar kimi bir şey. Çox 07-də belə bir şeylər, 07 deyil ama Nivalarda yəni belə bir şeylər var. Arxaya da belə yəni şeylər, səllər, çıxol kimi bir şeydir də. Yo, hə, 07-də şeyə baxacaqdım mən. Oturaq bir dənə şeyə. Qapıları bağlayaq. Ha. Böyründən kənar qapı bağlanmadı yoxsa necə? Hə, indi bağlandı. Böyrünə bir dənə baxaq. Bunun da hamısının rəngi mat eləmişəm deyə bəlkə də bilinmir. Bir dənə parıltılı maşına baxacağam indi. 4-cü maşının da bu. Yox, bir dəqiqə 1 2 3 4, hə, bu 4-dür. Bax, yox. Bunu biraz pis eləyiblər eləməyini. Mənə bir də parıltılı maşın lazım. Görün bunların onlar eynidir. Məsələn şüşələrə verilən effektlər, bax onlar əladır, onlar qəşəngdir. Disklərə bəs. Yox, nəsə olzasın diskləri qəşəng olur həmişə. Yəni qəşəng düzəldirlər. Kənarlardakı vallahi normaldır, yəni idealdır. Şeydir, biraz kapotunu falan düzəltsəydilər yaxşı olardı. Yəni bu maşını da ondan 7 verərdim də. Qalanında o motorundan qıram. 07-yə ondan 6 verirəm. O qədər də yaxşı eləməyiblər. Bir dənə normal hə, bax məsələn qalik. Ya da qalik bax, elə buradan bilinir. Pis gündədir qalik. Buna bax bir dənə. Qabağının bir də işıqlarına falan bax. Buna gələn bölümlük ayrıntılı baxaram. Mənə bir dənə parıltılı maşın lazımdır. Bax. Aha. Onlar matdır deyə bilinmir. Baxın bu da sizə parıltılı X7. Görürsüz? Bayaqdan mat maşınlara baxıram. Hamısı mat rəngdədir deyə çox da bilinmir. Amma görürsünüz X7-ni. X7 idi, ha, düzüdür. Bir də qabağı sürün. Sizə daha da detaylı göstərəcəm. İnşallah yəni o lobidə elə görünür. Allahım. Normal olsun. Hə, gələ. Biraz normal bir yer çəkin. Burada ağacın şeyləri düşür. Məncə bura okey. Bura yaxşıdır belə. Hə, bax görürsüz. Bilmirəm imenini bu maşınlıqda, amma mat eləməmişik deyə burada bilinir. Carparkingdəkilərin tıpa-tıpa yenisidir. Yəni Carparkingdə də belə bir şeylər var idi. Yəni bunları yaxşı eləmirlər. Bilmirəm niyə. Yəqin ki oyun pullu deyildi. O qədər də önəmsəmirlər, amma valla oyun yaradıcısınız, bunlara fikir verin.
Mən yaratsam çox kaliteli bir oyun yaradaram. Amma yaradanmıram. Ha, qapıların şeylərinə bax. Yəni bahalı maşındır. Şey Opel bundan normal idi. Yəni Opel bundan qəşəng görünürdü. Kənarlarına falan baxın. Biləsiniz nə deyirəm. İşıqların düzəlməsi falan bir dənə baxın bunlara. Biraz bəlkə mənim qrafiklərim bəlkə pisdir. Grafiklər ultra 100%, 60 FPS hamısı. Yəni kölgə falan hər şey matlıqdır. Bir dənə sisim matlıqdır. Onda sisini inirəm vəbşim. Üstündə məsələn bax bu set tutan şeydir nədir? Adı yadımdan çıxdı onun. Məsələn o pisdir. Yaxşı düzəltməyiblər onu. Qabağı bərbad gündədir. Kapotu zadı pis gündədir düzü. Sonra bir dəqiqə. Buraları zadı. Yox, o deyil. X7 bəlkə də parıltılı deyə. Ondan da ola bilər. İçərisinə baxaq. İçərisində baxın yola verdi eliblər. Tez baza elib. Bax buralarına baxın bir dənə. Bax mən bir dəqiqə buralara çox fikir verərdim. Karbon kimi bir şey qoyublar. Yəni bununla da pitibdilər. Belə düzmə X7-lərdən özə. X7-lərdən çox xoşum gəlir. Qəşəng maşınlar. Amma belə eləməsinlər. Kapotuna da baxaq bir dənə. Ayda pisliyi. Oyda qırışa baxın bir dənə. Yaxşı deyil. Açdım. Gələ. Buna ehtiyac yox idi da. Hansı maşında belə şey var kənarda? Yox, o deyil. X7-yə ondan 4 falan verərəm də yaxşı işləməyiblər. Yəni üstündə baba şəkildir bura. Şəkil mən aparsacam maşını o qədər pislədim. Gözümdən düşdü. Aparsacam mən bunu. Bir dənə mən bir şeyə baxmaq istəyirəm. Bunun pedalı var burada. Yəni görünür də pedalı, hə? Pedaldır o. Bir dəqiqə. Baxmaq istəyirəm ki, məsələn bunu döndərəndə pedalına ayağın basanda pedal tərpənirmi? O qədər detaya girməzlər. Yo. Yəni tərpənmir. Yo, o qədər detaya girməyiblər. Mən dedim ki, yəni biz özümüz görünməsəydi oyunda, ayağımızı pedala basanda o, yəni qaza basanda pedal tərpənirim. Oyda buradan da pis gündə görünür. Buna baxın bir dənə. Oyda. Çox pisdir. Görün başqalarında da elədi. Parıltılılar. Ayda, bunlarda da elədi. Karpanik 5 dənə bunlardan yaxşıdır da. Neyse uşaqlar, bugünlük bu qədər olsun deyirəm. Gələn videolarda, gələn bölümlərdə, gələn Karsimetor oyunlarında ya da başqa oyunlarda görüşərik. Sağ olun, özünüzə yaxşı baxın, hələlik uşaqlar. Parıltılar, oralar niyə elədi? Mənim gözüm pis görür, yoxsa oralar niyə elə bulanlıqdır? Hər nəsə, sağ olun.